Beləliklə Pəhləviçilərdən danışarkən inanıram və görürəm ki, həmin zehniyyət dəyişməyib. Kanadada və digər xarici ölkələrdə Pəhləviçi aksiyalarda Güney Azərbaycan bayrağına göstərilən aqressiyada bu zehniyyətin dəyişmədiyinin daha bir canlı sübutudur. Ona görə də aydın məsələdir. Əgər dırnaqarası demokratik dəyişiklik bu zehniyyətin nəzarətində baş verərsə, Güney Azərbaycan üçün nəticə haqq, hüquq azadlığı yox, belə deyək, əsarətin yeni forması olacaqdır. Yenidən assimilyasiya, yenidən milli mövqelərin əzilməsi, üstəlik bu dəfə Qərbin də siyasi dəstəyi ilə. Məhz ona görə də Güney Azərbaycan bu etirazlara emosional yox, rasional yanaşdı və kütləvi şəkildə qoşulmadı. Onlar öncüllüyündə Pəhləvilərin olduğu prosesin içində olmaq istəmədiklərinə görə sustular. Amma kənara çəkilmədilər. Prosesləri diqqətlə izləyirlər və gözləri Bakı ilə Ankaranın mövqeyində, onlardan gələcək mesajlardadır.